Bundan alar qardaş. Bax Emil, burasına diqqətlə qulaq asın. Bu sözü deyən var, miskin. Mənə ərəbin dini lazım deyil. Yaxşı. Hesab edək ki, bu din ərəbindir. Sən ərəb deyilsən. Sənə xarici millətin dini lazım deyil. Başa düşdüm. Səlləmlə cədələn. Münaqişəyə xatir razılaşdım. Sən ərəb deyilsən, bu din ərəblərindir. Mənə qeyri, xarici millətin dini gətirdiyi din lazım deyil. İndi mən sual verirəm sənə. İbrahim, sual veririk o insana. O səndə olan dəyərlər var, hansı ki, sən o dəyərləri özün üçün məsələn, müqəddəs sayırsan, yaxud əməl edirsən, yaşayırsan o dəyərlərin üzərində. O dəyərlər məgə sənindir ki, sən onlarla necə rəftar edirsən? Məsələn, qardaş, texnologiya bizim milli kökdən çıxıb, texnologiya bizimkidir. Məsələn, maşın hara texnologiyası? Almaniya. Alman texnologiyası. Sürürsən yoxsa yox? Sürürsən. Məsələn, internet sistemi. İnternet hardandır? Xaricidir. Amerika sistemidir. İlk qoyulub ABŞ-da. Yox. İndi sən o qeyri millətin dediyi şeyi niyə istifadə edirsən ki? Səninkidir ki bu. Yaxud məsələn tibb emin. Elementar misal tibb. Yox. Mən də deyirəm ki onda mənə Hipokratın gətirdiyi tibb lazım deyil. Bizim milli kökdən çıxmayıb ki bu. Nə sənindir ki güya? O deyir, mənə ərəbin dini lazım deyil. Nə sənin özünündür ki? Bu hüccətlə, bu argumentlə, bu burhanla, onda biz bir çox şeyləri dəf etməliyik özümüzdən. Bizim özümüzün yoxudur onlar. Hamısı qeyri, xarici millətlərindir. Elə bir getməsən bir həkimin yanına, həkim sənə deyir ki, falan şey yemək olmaz, falan şey içmək olmaz, bunlara riayət eləməlisən. Sən də deyirsən ki, yox qardaş, başıma dəysin sənin məsləhətin. Mənə Hipokratın gətirdiyi tibb, yaxud Yunanların misal üçün gətirdiyi tibb mənə lazım deyil. Mənə ərəbin dini, ərəb deyilsən deyə, ərəbin dini lazım deyil sənə. Bunu deyirsənsə, sən də indi Amerikan deyilsən qardaş. Yaxud falan millətdən deyilsən. Onların gətirdiyi şeyi niyə istifadə edirsən ki? Dünün ki, qardaşım, mənə falan kəslərin tibbi lazım deyil. Başıma dəysin sənin məsləhətin. Eləmirəm. Sənin millətinin özünküdür ki bu.